Salam, mən Jessi. Yaponiyanın Hokkaido adasında yaşayan uçan sincabım. Bəli, bəli, sincab. Mən də sincabım. Siz sincabları qəhvəyi, ağzı fındıqla dolu görməyə öyrəşmisiniz yəqin. Mən isə çox cəldəm. Məni tuta bilməzsiniz. Bizə uçan sincab deyilməsinin səbəbi havada sürüşərək hərəkət edə bilməyimizdir. Bizim qanad kimi dəri pərdələrimiz var. Mən gecələr hərəkət etməyi sevirəm. Çünki gecələr təhlükələrdən daha yaxşı qorunuram. Hə, belə. Günlərin bir günü çox acmışdım. Buna görə də meşəyə üz tutdum. Dadlı fındıqları təzəcə yeməyə başlamışdım ki, bir qızın mənə yaxınlaşdığını gördüm. Tez qaçıb gizləndim və onu izləməyə başladım. Qızın əlində qəribə bir şey var idi. O mənim diqqətimi cəlb etdi. Görəsən o nə idi elə? Yavaşca başımı çölə çıxartdım. O da sakitcə mənə yaxınlaşdı. Mən tez geri çəkildim. Qız dedi: "Salam, mənim adım Todur. Mən fotoqrafam. Sən şəklini çəkmişəm. İstəyirsənsə bax. Qorxma, mən sənə zərər verməyəcəm." Mənə də çox maraqlı idi ki, görəsən necə görünürəm. Yenə yavaşca başımı çıxartdım. To mənə şəklimi göstərdi. Vau, bu çox gözəl şəkil idi. Özümə vuruldum. To dedi: "İcazə versən, səni başqa cür yenə çəkmək istəyirəm." Təbii ki, icazə verərəm. Sonra To mənim şəkillərimi çəkməyə başladı. Çalışırdım ki, təbii pozalar olsun. To şəkillərimi mənə hədiyyə etdi. Mən isə onları yuvamdan astım. İndi sizə də göstərəcəm. Baxın, bəyəndiniz?